300 kvadrat yaşayış sahəsi olan bağ evi. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizləri Mərdəkandan, Ağev küçəsinin yaxınlığından salamlayıram və gördüyünüz bu bağ evinin çəkilişinə gəlmişik. Biraz hava küləklidir. Öncədən bildirirəm ki, hər hansısa bir problem baş versə, üzürlü sayasız. Gördüyünüz bu bağ evi 2 ildən artıq inşası gedib. Hətta mən bir dəfə inşa prosesində də gəlib iştirak etmişdim. Bu bağ evi genişlik, necə deyərlər, yaşıllıq, qonaq qarası olan insanlar üçün çox əla bir seçimdir. Dəyərli izləyicilər, bu gördüyünüz tikili 300 kvadratdan ibarətdir. Evimiz tam olaraq beton monolitdəndir. Yəni yoldaş bütün prosesləri, bu prosedurları gözləyib. Yəni betonunu töküb gözləyib onu hardasa bir il. Yəni hər bir şey, ola bilər videomuzun dəqiqələri uzansın, amma istəyirəm sizə tam ətraflı məlumat verim bu tikinti haqqında. 5 otaqlı bir bağ evidir, amma mənim burada ən çox xoşuma gələn bu layihədə. Evin formasıdır ki, yəni ki, təsəvvür edin ki, evin kənarlarında əməlli başlı sizin hərəkətiniz üçün yer var. Hətta burada ağaclar da əkilib ki, illər keçəcək, bu ağaclar böyüyəcək və çox gözəl bir landşaftda olacaq. Hələ indi də hal-hazırda bizim təqdim etdiyimiz Handabir evlərdən buranın landşaftı çox seçilir. Yəni ki, yaşıllığa üstünlük verib yoldaş. Və sizə küçəsini də göstərəcəm. Küçəsində də rahatçılıqla avtomobillərinizi saxlaya bilərsiniz. Burada bizim parking zonamızdır. Belə bir qarajımız var. Qarajdan savayı düz 90 kvadrat metrdən ibarət olan yay və qış mətbəxidir. İstəyirəm buradan başlayaq, sonra keçək evə. Bayaq vurğuladığım kimi qonaqlığı sevən insanlar üçün, qonaqları qəbul edən insanlar üçün çox əla bir seçimdir bu bağ evi. Baxın, burada bizim manqalımızdır, peçimizdir. Yoldaş hissə edib, səliqə ilə edib. İsti döşəmədən ibarətdir. Daxilində özünə məxsus olan sanitar qovşağı var. Bunları mən sizə göstərirəm. Birlikdə bir tur edirik. Çünki sözün əsl mənasında burada keyfiyyət var. Burada bir banket edə bilərsiniz. İnşallah alan yoldaşlar xoş günlərini keçirsinlər. İndi isə keçirəm bizim istirahət zonamıza, hovuza. Hovuzu evin qarşısında inşa ediblər. Burada bizim lejankalarımızdır və həyətin, hasarın bütün perimetri boyu travertin daşlardan istifadə olunub, dekorativ çuvaqdan, təbii travertin daşlarından. Evin fasadında da təbii mərmərdən istifadə olunub. Bir daha vurğulayıram, ev beton monolitdir. İkinci mərtəbənin damı betonlandı. Bu da sizi, necə deyirlər, gələcəkdə istəsəz ikinci mərtəbəni rahatçılıqla inşa edə bilərsiniz. Yəni, birinci mərtəbəyə heç bir şey müdaxilə edilmədən. Mən istəyirəm ki, evin kənarlarını sizə göstərim. Yəni ki, bir vaxtınızı alıram. Mən istəyirəm sizə evin kənarlarını göstərim. Baxın, görün necə gözəl keçid qoyublar buradan və nəzərinizi çatdırım ki, bütün yataq otaqlarıdır. Bizim mətbəximizdir. Hər yer işıqlıdır burada. İndi sizə evin planlamasını deyəcəm. Belə bir mərmərdən pləkanlarımız var. Və burada nə yaxşıdır ki, gecə görüntüləri çox fərqlidir. Sahibi buranı bir park kimi eləyib, yenə deyirəm. Yəni, landşaft çox gözəldir. Hətta ev heyvanlarında fikirləşiblər. Baxın, görün necə gözəl əl işlərindən, itlər üçün, pişiklər üçün belə bir evlər ediblər. Evin arxasında isə texniki otağımızdır. Evin istilik təchizatını nəzarət etmək üçün. Və bu arada bildirim ki, yay və qış mətbəxinin kombisi də ayrıdır. Və mən keçirəm bizim girişimizə, evə. Buranı bitkiləri sevən insanlar burada gözəl bir zimni sad eləyə bilərlər. Yəni, belə bir botanik bitkilərdən edə bilərlər və burada isti döşəmədəndir. Baxın, travertin daşlarla bəzədilib və keçirəm evimizə. İndi sizlərlə birlikdə bir tur edəcəyik, ətraflı sizə göstərəcəm. Bir daha vurğulayıram, evimizin kvadrat metri 300-dür, yay və qış mətbəxindən savayı. Evimiz 5 otaqlıdır. İlk öncə qarşımıza çıxan birinci yataq otağını sizə göstərmək istəyirəm. Belə bir yataq otağımız var və nəzərinizə çatdırım ki, bütün yataq otaqları çox genişdir. Yəni, və buradan istəyirəm sizə bu bağça görüntüsünü göstərim. Baxın, görün necə gözəl bir bağça görüntüsü var. Ev tam olaraq isti döşəmədən ibarətdir.
Və keçirəm zalımıza. Burada bizim lobbimizdə, yəni mən bunu lap o qədər dəhliz kimi deyirəm, çünki istəyən yoldaşlar burada da öz istəklərinə uyğun yumşaq mebellər quraşdıra bilərlər. Baxın, mətbəxə həm zaldan keçid var, eləcə də ayrıca qapısı var. Və biz daxil oluruq zalımıza. Artıq burada kondisionerdir, TV stenddir quraşdırılıb və belə bir geniş zalımız var. Bayaqki evin giriş hissəsindən də çıxışı var. Buradan da həmçinin çox gözəl hovuz görüntüsü var. Baxın, gözəl belə bir hovuz görüntüsü var və daxilində belə bir mətbəx var. Əslində belə deyim sizə, yəni bu layihə zal studiya kimi də sayılmır, çünki mətbəxin ayrı bir qapısı var. Açılır, bağlanır. Keçirik mətbəxə. Mətbəx sizə tam olaraq avadanlıqlı təklif olunur. Baxın, tam olaraq avadanlıqlı. Burada soyuducudur, sobadır, mikro sobamızdır, mikrovalnovka. Elektrik aksesuarlarımız hamısı Cevisə məxsusdur. Evin daxilində 3 hamam otağı var. Mən indi sizə layihəmizdə olan ikinci yataq otağını göstərim. Belə bir yataq otağıdır. Bayaq vurguladığım kimi yataq otaqları kvadrat metrinə görə çox genişdir. Belə bir emosiyadan fərqli rənglər sahib edib. Daxilində özünə məxsus olan hamam otağıdır. Və buradan da bayaq sizə göstərdiyim kimi evin kənarına düşən pəncərələrdir. Birbaşa ağacları görür. Keçirəm evin ümumi hamam otağına. Fərqli hamam aksesuarları qoyulub. Keçirəm layihəmizdə olan 3-cü yataq otağına. Bu yataq otağının rəngləri mənim çox xoşuma gəldi. Çünki buradakı rənglər zümrüdü fərqlidir. Və bu yataq otağında da kondisioner quraşdırılıb və daxilində özünə məxsus olan hamam otağı. Və sonda 4-cü yataq otağını sizə göstərəcəm, dəyərli izləyicilər. Yəni burada ayrı seçkinlik yoxdur. Demək olar ki, otaqların kvadrat metri bayaq vurguladığım kimi hamısı genişdir. Burada da belə bir zeytun rəngindən istifadə olunub. Bayaq ki, sizə göstərdiyim bax bu gözəllikdir. Yəni buradakı layihədə demək olar ki, divara bitişik deyil. Və torpaq da 11,2 sotdur. 12 sota yaxındır. Sənədində də çıxarışında 11,2 sot qeyd olunub. Ümumiyyətlə geniş ailə üçün çox əla bir seçimdir. Yəni rahatçılıqdır burada. Bütün dövlət kommunal xətlər mövcuddur. Dəyərli izləyicilər, bu evin start qiyməti 850 min manat başlanğıc olaraq təklif olunur və real alıcılara çox xüsusi bir endirim var. Bir də nəzərinizə çatdırıram ki, bu evin satışı sırf olaraq Bağı Məmlakət Agentliyinə məxsusdur. Müraciət eləyin, əlimizdən gələn köməkliyi sizə edək. Bağımız illərdir ki, sahibkarlardan çox xüsusi endirimləri əldə etməyi bacarır. Bizim əsas məqsədimiz müştəri məmnuniyyətidir. Mən burada QR kod yerləşdirirəm. Skan edin, daxil olun bizim web saytımıza. Ətraflı şəkillərdir, lokasiyasıdır. Bütün məlumatları qeyd etmişəm. İnşallah ilk öncə xeyir nədirsə, Allah onu sizə nəsib etsin. Biz də əlimizdən gələn köməkli edək. Özünüzə yaxşı baxın. Görüşmək ümidi ilə.